1937-ci il iyunun 4-ü. Həmin gün Azərbaycan ədəbiyyatının 3 görkəmli nümayəndəsi həbs olundu. Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiq. Bu şəxsiyyətlər haqqında danışmaq nə qədər ağır olsa da, istərdim ki, bir anlıq o gecəni xatırlayaq. İndi mənim dayandığım bu yerdə 1938-ci ilə qədər Azərbaycan SSR Yazıçılar İttifaqının binası yerləşirdi. Təxminən buradan 10 metr aralıda. Və 1938-ci ildə Yazıçılar İttifaqı köçürülür 26-lar bağının yanına, indiki ünvanına. O dövrün 37-ci ildə həbs olunan şair və yazıçılarımız indiki Yazıçılar İttifaqının binasını görməyiblər. Onlar bu köhnə binada otururdular. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyüyağa Talıblı, Tağı Şahbazi, Əhməd Treyniç, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Hacı Kərim Şanılı, Salman Mümtaz, Vəli Xuluflu, Əlabbas Müznib, Hənəfi Zeynallı, Əmin Abid Gültəkin, Məmməd Kazım Ələkbərli, Bəkir Çobanzadə və başqaları həmin bu binada iclaslar zamanı tənqid olunurdular. Yəni onları tənqid olunmasının səbəbi də məlum idi. Onlardan tələb olunurdu ki, Sovet ideologiyasına aid şeirlər, əsərlər yazsınlar. Amma bu şəxsiyyətləri tənqid edənlər onların həmkarları deyil, Mərkəzi Komitənin vəzifəli şəxsləri idi. Adlarını sadaladığım bu şəxsiyyətlərin hər biri 37-ci ildə həbs olunur. Onların əksəriyyəti güllələnir, bəziləri isə həbsxanalarda işgəncə verilərək öldürülür. 1937-ci il iyun ayının 3-ü günorta saat 2-də iclas qurtarır. Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiq Yazıçılar İttifaqının binasından bayıra çıxırlar. İndi mənim dayandığım bu yerdə onlar 15 dəqiqəyə yaxın söhbət edirlər. Bundan sonra Əhməd Cavad içəri şəhərə doğru evlərinə gedir. Hüseyn Cavid və Mikayıl Müşfiq üzü bu istiqamətə gedirlər. Mikayıl Müşfiq Hüsnü Hacıyev küçəsinin tinində Hüseyn Caviddən ayrılır və Kamu küçəsindəki evinə doğru addımlayır. Hüseyn Cavid isə bir qədər yuxarıdakı mənzilinə gedir. Bu onların son görüşü olur. Həmin gecə iyunun 4-ü gecə saat 2-də onların 3-ü də həbs olunur. Həmin gün iclasda digər şair və yazıçılar da iştirak edirdi. Həmçinin Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rıza, Məmməd Rahim. Rəsul Rıza Mikayıl Müşfiqə təklif edir ki, günortadır, gəl gedək Həsən ağanın aşxanasında nahar edək. Həsən ağanın aşxanası, indiki dillə desək kafesi Əzizbəyov küçəsində idi. O dövrün şairləri tez-tez həmin kafeyə yığışar, yeni yazdıqları şeirləri oxuyardılar bir-birlərinə. Müşfiq etiraz edir və deyir ki, Dilbər evdə təkdir, mən evə getməliyəm. 1937-ci il iyunun 4-ü, gecə saat 2. Mikayıl Müşfiqin yaşadığı evin qarşısında o dövrlər hamını qorxuya salan qara maşın dayanır. Avtomobildə 3 nəfər idi. Onlardan biri maşının yanında gözləyir,
İkisi isə Müşfiqi həbs etmək üçün onun mənzilinə gedirlər. Gələnlərdən biri Azərbaycanlı idi. O Müşfiqlə 18 nömrəli məktəbdə bir yerdə oxumuşdular. Və Müşfiq həbs olunur. Onu bu qapıdan çıxarırlar. Qara maşına oturdub, o dövr üçün naməlum istiqamət aparırlar. Müşfiq son ana qədər həbs olunacağını heç ağlının ucundan belə keçirməzdi. Çünki o siyasi baxımından günahsız insan idi. Mikayıl Müşfiqin həbs olunmasına heç bir tutarlı əsas yox idi. Yəni o Sovet hakimiyyətinə qarşı çıxmırdı. Əqidəcə də sosialist idi. Biz onun şeirlərində millətçilik, Azərbaycançılıq, müstəqillik kimi ifadələr görmürük. Əksinə Azərbaycanda Müşfiq ilk şairlərdəndir ki, Stalinin şərəfinə şeir yazmışdı. Həmin şeiri, yəni Axundov kitabxanasında o dövrdə nəşr olunan qəzetlərdə tapıb oxuya bilərsiniz. Bundan başqa onun İliç yolu şeiri var, yəni Lenin yolu, 28 aprel şeiri var, sevinç şeirləri var. Bütün bu şeirlərində o Sovet hakimiyyətini tərənnüm edir, ona öz məhəbbətini bildirir. Bəs Müşfiq niyə həbs olundu? Mən bundan əvvəlki videolarımdan birində Dilbər Axundzadə haqqında danışanda Müşfiqin həbs olunmasının səbəblərini danışmışdım. İndi bir daha həmin söhbətə qayıtmaq istəmirəm. Amma Müşfiq dediyim kimi heç vaxt inanmırdı ki, onu həbs edəcəklər. Bəziləri də Müşfiqin həbs olunmasında Süleyman Rüstəmi günahlandırırlar. Güya Süleyman Rüstəm onu satıb, Süleyman Rüstəm ondan danuslar verib. Əslində bu həqiqət deyil. Süleyman Rüstəmin Müşfiqin həbs olunmasında heç bir təqsiri yoxdur. Bəziləri də deyirlər ki, güya Süleyman Rüstəmlə Mikayıl Müşfiq Oxu Tar şeirinə görə bir-birləri ilə düşmən olurlar. Yəni Mikayıl Müşfiq yazır ki, Oxu Tar səni kim unudar? Süleyman Rüstəm isə Oxuma tar səni sevmir, proletar yazır. İndi bilmirəm hansı əvvəl, hansı sonra yazıb bu şeiri. Amma Süleyman Rüstəmlə Mikayıl Müşfiqin bu şeirə görə bir-birləri ilə düşmən olmasına mən inanmıram. Bizim böyük akademikimiz Ziya Bünyadov 1937-39-cu illərə aid, deməli o repressiya dövrünə aid Qırmızı Terror adlı kitabı yazır. O kitabı yazarkən Ziya Bünyadova icazə verilir ki, KGB-nin arxivində işləsin. Yəni materiallarla tanış olsun. Və Ziya Bünyadov mütləq ki, həmin dövrdə Mikayıl Müşfiqin cinayət işi olan papkanı oxuyub və orada Müşfiqə qarşı ifadə verən insanların siyahısı var idi. Həmin siyahıda Süleyman Rüstəmin adı yox idi. Bundan sonra Ziya Bünyadov günlərin birində Süleyman Rüstəmin oğluna deyir ki, sən başını dik tuta bilərsən, sənin atan kişi adam olub. Əslində biz Ziya Bünyadovun necə xarakteri insan olduğunu bilirik. Yəni onda bir kişilik xüsusiyyəti vardı. O yalandan bu sözü deyə bilməzdi. Demək ki, Müşfiqin həbs olunmasında Süleyman Rüstəmin zərrə qədər də olsun günahı olmayıb. Mikayıl Müşfiq bu binada 1933-cü ildən yaşayıb. O 18 nömrəli məktəbdə müəllim işləyirdi və məktəbə yaxın olduğuna görə ona buradan mənzil verirlər. Və 1937-ci ilə qədər bu evdə yaşayır. Müşfiqin həbsindən sonra həmin ilin dekabrın 31-də yenə də qara maşın bu küçədə dayanır. Bu dəfə gələnlər Dilbər Axundzadəni həbs etməyə gəlmişdilər. Dilbər Axundzadə həmin gecə saat 2-də eynən bu qapıdan çıxarılır, avtomobilə otuzdurulur və Bayıl türməsinə aparılır. Əhməd Cavad təxminən 20-ci illərin ortalarından həbs olunan günə qədər arxada gördüyünüz bu binada yaşayır. Amma biz nədənsə onun baryefini Baksovet metrosunun yaxınlığında, daha dəqiq Filarmoniya ilə üzbəüz olan binada görürük.
Çox güman ki, Əhməd Cavad o binada yaşamayıb. Yaşasa da qısa və yaxud da kirayə qalıb. Orada onun öz şəxsi evi olmayıb. 1922-ci ildə Əhməd Cavad Qubadan Bakıya qayıdır. 1923-cü ildə onu həbs edirlər və həbsdən çıxandan sonra bu evdə yaşayır. Əslində isə Əhməd Cavadın barelyefi bu binanın üzərinə vurulmalı idi. Məsələn, Məmməd Əmin Rəsulzadənin biz Novxanı kəndində barelyefini görürük. Əslində Rəsulzadənin barelyefinin qoyulduğu evin ona heç bir aidiyyatı yoxdur. Çünki Rəsulzadə dünyaya gələndə o ev ümumiyyətlə olmuyor. O məhəllələr olmuyor. Ora boş çöllük idi. Amma cəbhə dövründə tələm-tələsik deyirlər ki, gəlin Novxanı kəndində Məmməd Əmin Rəsulzadəyə baryef qoyaq. Və bir dənə köhnə bir tikili tapırlar, aparıb baryefi yapışdırırlar o evin divarına. Hansı ki, Məmməd Əmin Rəsulzadənin o evdən heç xəbəri olmuyor. Həmçinin də Əhməd Cavad, Baksevit metrosunun yaxınlığındakı binanın ona demək olar ki, heç bir aidiyyatı yoxdur. Əslində, Əhməd Cavadın barelyefi həbs olunduğu günə qədər yaşadığı bu evin divarına vurulmalı idi. 1937-ci il iyun ayının 4-də gecə saat 2-də Əhməd Cavadı həmin bu evdən qara maşında aparırlar. O bir daha bura qayıda bilmir. Həmin ilin oktyabrın 27-sində onun həyat yoldaşı Şükriyə xanım da bu evdən aparılır. Onlar həbs olunandan sonra mənzilləri müsadirə olunur. İndi bura otel kimi fəaliyyət göstərir. Amma bu divarların arasında Əhməd Cavadın ruhu indi də yaşayır. Hüseyn Cavid 1920-ci ildən həbs olunan günə qədər bu binada yaşamışdır. O həbs olunandan sonra ailəsini buradan köçürürlər. Sovetskidə həmşəri palanında 9 kvadratlıq bir otaqda yaşamalı olurlar. 1937-ci il iyun ayının 4-ü eyni saatda Hüseyn Cavid yaşadığı bu mənzildə həbs olunur və onu da qara maşında aparırlar. Bu isə Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanımın məzarıdır. Onlar 18-ci ildə ailə qurmuşdular və bu evlilikdən oğlanları Ertuğrul və qızı Turan dünyaya gəlmişdi. Ertuğrul hamı bildiyimiz kimi 43-cü ildə vərəm xəstəliyi ilə dünyasını dəyişir. Qızı Turan xanım isə 2004-cü ildə vəfat edir. Onların məzarı Naxçıvandadır. Hüseyn Cavid məqbərəsində. Bildiyimə qədər Müşkünaz xanımın da buradan nəşini çıxararaq Cavidin yanında torpağa tapşırıblar. Amma yenə də bu Müşkünaz xanımın dəfn olunduğu yerdir, onun məzar daşıdır. Müşkünaz xanım 1976-cı ildə vəfat etmişdir. Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi çox böyük bir hadisə oldu. O zamanlar Heydər Əliyev bunu çox çətinliklə bacara bildi. Əslində, Heydər Əliyevin Andropovla isti münasibətləri, Brejnevlə dostluq əlaqələri olmasaydı, Hüseyn Cavidin nəşini Azərbaycana gətirə bilməyəcəkdi. Yəni, bu dostluq əlaqələri Heydər Əliyevə imkan yaratdı ki, o, Azərbaycanın böyük dramaturqunun qalıqlarını gətirsin, öz doğma vətənində torpağa tapşırsın. Heydər Əliyev gətirdi və
Naxçıvanda yenidən ikinci dəfə Cavid dəfn olundu və onun qəbrüstü məqbərəsi də inşa edildi daha sonra. İndi bütün ailə həmin məqbərədə uyuyur. Buranın məzarının ətrafına gəldikdə isə görürsünüz təmizdir bura. Yəqin ki, buranın Hüseyn Cavidin ev muzeyinin əməkdaşları gəlirlər, təmizləyirlər, səliqəyə salırlar. Məzar da çox belə qeyri-adi bir deməli baş daşın qoyulub ona və üzərində də sinə daşında da Hüseyn Cavidin şeiri həkk olunub. Belə yığışdırmağa ehtiyac yoxdur. Görürsünüz ki, təmizdir. Sadəcə biraz məzarın üstünə su vurmaq istəyirəm. Vəssalam. Bu, Mikayıl Müşfiqin bacısı Balaca xanımın məzarıdır. Balaca xanım da 1937-ci ildə həbs olunmuşdu. O, 6 illik sürgün həyatı yaşayır. Yalnız 1948-ci ildə ona Azərbaycana qayıtmağa icazə verirlər. Amma Bakıda yaşamağa qoymurlar. O Şamaxıya gedir. Daha sonra 54-cü ildə bəraət aldıqdan sonra Bakıya qayıdır. Onun həyat yoldaşı Şükür Şükürlüyə görə həbs etmişdilər. Əslində, Mikayıl Müşfiqin də həbs olunmasında Şükür Şükürlünün bilavasitə rolu olur. Mikayıl Müşfiqin digər bacısına gəldikdə isə Böyük xanım bildiyiniz qədər onu həbs etməyə gəlirlər və o deyir ki, mən icazə verin keçim otaqdan paltarlarımı götürüm və qonşu otağa keçəndə nöyütü üstünə tökür və sonrası isə məlumdur. Həmin vaxtı deyilənə görə Böyük xanım hamilə imiş. Onun məzarı bilinmir hardadır. O dövrdə insanlar qorxurdular, həbs olunmuş qohumlarının belə evinə getməyə qorxurdular. Ona görə də Böyük xanımın harada dəfn olunması məlum deyil. Mikayıl Müşfiqin qardaşı Mirzənin taleyinə gəldikdə isə ondan heç bir məlumat yoxdur. Deyilənə görə həmin illərdə o deməli Astara rayonuna köçür və orada yaşayır. Amma bir məqam maraqlıdır ki, nə üçün Müşfiq 56-cı ildə bəraət alanda o üzə çıxmır? Bəlkə də həmin dövrdə artıq o dünyasını dəyişmişdi. Onun da məzarı yoxdur. Müşfiq ailəsindən yeganə məzarı qalan bacısı Balaca xanımdır. Nə onun atasının, nə anasının da indiyə kimi məzarı harda olduğu bilinmir. Balaca xanım haqqında ayrıca bir veriliş edəcəyim. Sadəcə bugün Müşfiqdən danışarkən onun bacısının da məzarını göstərməyi özümə borc bildim. Məzarı da gördüyünüz kimi çox köhnəlib. Bu mütləq dəyişilməlidir. Bu haqda inşallah ki, onun haqqında geniş məlumat verəndə danışacağım. Amma bura gəlmişkən, heç olmasa məzarın ətrafındakı bu otları yığışdırmaq istəyirəm.
Mikail Müşfiq haqqında söhbət açarkən onun sevimli həyat yoldaşının məzarını göstərməsəm düzgün olmazdı. Əslində Dilbər xanım haqqında ayrıca bir çəkiliş etmişəm. Sadəcə bugün istədim Müşfiq haqqında danışarkən onun da məzarını ziyarət edim. Qəbrə gəldikcə gördüyünüz kimi bura tərtəmizdir. Yəni onun qızı Leyla xanım buranı həmişə təmizlətdirir. Sadəcə mən indi biraz su vuracağım. Şükriyə xanıma gəldikdə isə o 1993-cü ildə dünyasını dəyişir və Şəmkirdə Seyfəli kəndində dəfn olunub. Onun məzarı yəni Bakıda deyil. Ona görə onu göstərə bilmədim. Bu isə cəmi 23 yaşında 1000 əziyyətə qatlaşan, həbsxanada 1001 işgəncə görmüş Dilbər Axundzadədir. Arkada gördüğünüz bu binada 50-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsi yerləşirdi. 1956-cı ildə həmin bu binada Hüseyn Cavidə, Əhməd Cavada və Mikail Müşfiqə bəraət verilir ölümündən sonra.